Aynen şu şekil. Şaşırtacaksın insanları. Uzun bir ara mı diyeyim, ne diyeyim? Elə dəhşət bir uzun bir ara da yoktu. Üzrüsənsə yoxdur yani. Belə başladım. Müddət belə gedəcək. Bir vlog çəkmək istədim. Nasıl günümün içinde heç şey yoktu da. Sadece olarak işe geleceğim, işten qayıdacağım. Ama yine çəkmək istədim. Çəkmək üçün eminim o böyle pis bir hava seçim ki, əziyyət çəkdiyimi görəsiniz. Bir metro idim. Asacağım yanına. Metrodan çıxım asacağım. Çox hava soyuqdur, küləklidir deyə. Nə dediyim çox anlaşılmır. Dejavu yaşadım. İlk videomda böyle tufanda çəkmişdim. Onda sevgililer günüydü hatta. Uzun sözün kısası bugün çok böyle bir şey eləməyəcəm. Ay qorxdum. Sadece olarak işe geleceğim, işten qayıdacağım. İş yerimden çok yakın yerde olduğu için şüpheli. Günümün yarısı metroda keçir. O birisi günümün yarısı da işdə keçir. Gec də şübhələsin. Çox gec çıxmıram ama yenə də bir şeylər eləməyə çalışacağım. Bugün eve gidip hediyemi düzeltmek istiyorum. Açık takmanın zorlukları. O bir videolarımda açıklığım yoktu. Bunda var, niye var diyebilirsiniz. Çünkü kör olmuşum. Hayır, kör olmuşum. Açıqla da kör ama zaten görmürəm. Çok ciddi bir zehli var idi sadece birinde. O birinde de var idi ama birinde daha çok idi. Açıqını məsləhət görürlər və açıqını taxandan həyat kalitem artıbdır. Dəhşətli yaxşı görürəm ətrafı. İnşallah hava çok soyuqdur. Ben gedim işe çatım. Orada da bir kombaş fızı aparım. Belə. Bizi kara diye bir şey var. Bir şey var. Oo. Bir de benim olacağım. Toxunsa mən yeyərsən, mən yeyərsən. Noş. Ana tutu. Qorxam həmin zaten pasaydı. Bəli. Çıxdım. Gecənin yarısında çıxdım. Bizə də gec deyil. Hava dəhşət soyuqdur. Evə getmək istəyirəm. Ev istəyirəm. İnşallah bütün yolu dürmək kimi gəlmişəm belə. Evime çoktur. Deməli, düzəltmək istədiyim ev budur. Ev değil. Size göstereyim. Aman bu çok balacadır. Dəhşət balacadır. Bu burada yam sözcüğü deyəsən. Bu dəhşət çox minimaldır. Mən bunu düzəldəcəm. Mən bunu telefona hara qoyacağım ki belə çəksin bilmirəm. Şeylər edəcəm indi. Deməli düzəldəcəm şey budur. Çox şirindir. Əllərimi boyadım. Bu boydadır yəni. Çox balacadılar. Bizə hardan başladım bilmirəm. Mən səhərdən sadəcə bunu düzəltmişəm. Saat 8-dənmi? 8-in yarısından mı? Sadəcə bunu. Və bunu da o qədər pis düzəltmişəm ki.
O qədər pisdir. Baxın birini buradan bir nəsə düzgün gəlmədi. Yəni bir dəfə qırdım, bir düzəltdim, qırdım. Alınmadı məsələn. O da buradır. Niye yanlış yapıyorum acaba? Bunu bir videoda görmüştüm. Cidden 5-6 saata bitirdim. Bitirmedi. 5-6 saata bir parçasını yedim diye inanmamıştım. Ama saat 8'den bu yana ben sadece bunu eləmişim. Bir de bunu. Ama dəhşət şirin değil. Çok şirindir burası mənim üçün. Çox böyük bir yol qət eləmişəm məncə. Hələ burada taxtasını falan eləyəcəm. Ən belə sevdiyim hissə buradır. Belə tortlar falan var. Çox şirindir. Arkada bir mekanizma qurduğum üçün. Bu qız elektrika bilir. Uzun uğraşlar nəticəsində bu qədər yol qət elədim. Biraz daha eləyib yatmağa planlaşdırıram. Bu vlog 2 günlük ola bilər. Və mən sabah yeni işə gedirəm. Uğraşlar nəticəsində mən bir dənə bunu düzəltdim. Belə bir şey. Tamamladım yarısını. Ama indi yatmalıyım çünkü sabah işe gedəcəm. Sabah işten qaydanda yarısını düzəldəcəm. Bu videonu 2 günlüğe gezdim. Sabah tez durmalıyım. Niye bilmiyorum. Çok az seviyorum. Ya da bilirim. Tek derdim işi satıp markette yemeği almak. Ya da iş yerine yemeği yemek. O kadar ki şeydi ki modum da yukarıdı. Göğün yüzünde bir damızı güneşin açmalı. Bana bəs edilir. Az olduğunun fərqinə vardı. Çok yoruldu. Alın bir dənə. Sən fərqiyə baxaq. İçində çox saçlı olur. Dəhşət saçlıyır. Burada bir dənə uzun yol var bu. Bu yolu gezdim aklımdan getirip sizce güzel bir şeydi. Burada meşaliydi böyle. Belki de ben ilk defa görürüm. Millet buradan 40 milyon defa geçir. İşten çıktım. Şu eve gedirəm. Evimi kurtarmak istedim bugün. Ben kurtarabilirim. Çok mutluyum. Bugün bitirəcəm. Bilirəm. Bugün o evi bitirəcəm. O evi bitirib təzəsini alacağım. Dediyim park budur uşaqlar. Gecə belə görünür. İndi bir əsr yol gedəcəm. Gəldim. Yemeği bastım. Mutluyum. İnşallah bugün bunu bitiririk. Baxaq görək nə qalıb, nə qalmayıb. Aslında burada gördüğünüz çok şey eləmişəm. Sadece bu masanın üstündeki şeyler qalıb. Bu ne bileyim pastalar falan, bura falan qalıb. Şu qalıb. Bir de masalar qalıbdı. Çoğu gelip çoğu qalıb. Yüzüm bir 40% gedib. Yaxşı abartdım. 40 demeyeyim de 50'si gedib.
53 oldu, 40 gelir belə, 40 gelir, 40 qal. 60 qal. Mən belə izzətin gəldiyi son nokta. Necə kəsəcəm, çox belə nə bilim, sual altındadır yəni. Bundan kəsməyə çalışacağım. Kəsilməlisiniz. Başqa variantınız yoxdur. Saat 23:48-dir. Və mən səhərdən, daha doğrusu saat 8-dən bir bunu, bu arada budur. Bir bunu eləmişəm. İndi bunları kəsməliyəm. Və saat 23:49, bir dəqiqə keçirdi bayaq dediyim üstünə. Və mən çinməliyəm, yatmalıyam, işə getməliyəm. Sən niyə bitmirsən? Mən artıq sənin burada son halını görmək istəyirəm. Bu arada texniki bir səhvlik eləmişəm. Bu bitməyib. Bunun burasından da mən deyirdim, bunun burada bir olay var. Biz necədir? Balaca bir şey var, deyiş də, nə olacaq? Amma hamısı bir olayı var. Ən balaca bir şeyin belə. Məsələn, bunun belə bir olayı var. Bu boşuna orada dayanmır. Məsələn, bu deyəcəksiniz, bu nədir məsələn? Hə, deyirsiniz ki, indi bu nədir də? Bu nə olay var? Amma var, budur. Üstünə donat qoyacağam. Bitmir. Belə eləyək də. Mən biraz da eləyəcəm. Ən azından bu səhifəni bitirəcəm. Bir dənə bunlar qalıbdır. Sabah səhər işə getməmi çəkməyəcəm. Direkt bunu çəkəcəm. Yəni siz artıq bundan sonraki dəqiqələrdə bunun son halını görəcəksiniz. Bitirmək istəyirəm və mən bunu göstərmək istəyirəm ki, əziyyətlə bunu bitirmişəm. Ha, qayrət. Yapacağız. Videonu 3-cü gündən çəkirəm. İşdən çıxmışam. Çox yorulmuşam. Evə gedib evi tamamlayacağım. Gərək evimizin aqibəti nə olur? Ev yox, pastanəmizin aqibəti nə olacaq? Gəldim, çatdım. Artıq buranı bitirməliyəm. Bugün bitməlidir bu. Başqa bir yolu yoxdur. Bitirəcəm bugün bunu. Hər gün bunları işləmişəm. Eləmişəm belə. Burada qardaşım yatır, fikir verməyin. Məncə çox qəşəng görsənir. Yola. Beklemiyordunuz değil mi? Ben bitiremedim onu. Ben onu bitiremedim. Üçüncü de bitireceğim. Üçüncü gün, dördüncü gün, neçənci günü bilmem. Ama cidden hiç asan değil. Biz sizinle tema çok vaxt gedir. Bugün bitiriyoruz. Demeliyim. Bir çox şey eləmişəm burada balaca. Bu biraz sallanır. Minimal şeylər qalıbdı. Bugün onları eləyib qutaracağım. Həyatımda aldığım ən gözəl hədiyyə idi. Həyatımda aldığım ən gözəl hədiyyə idi, yəni. Düzəltmə 4 günümü almış ola bilər, amma biraz da ağlamış ola bilərəm, amma ilk idi də. Bu arada buradan belə söndürə bilirəm. Belə qalındıra bilirəm. Bir videonun daha sonuna gəldik. Çox əziyyətli oldu. Çox can çəkişdim, amma bitirdim. Sağlaşmaq vaxtıdır. Uşaqlar, gələn videoda görüşərik. Çalışacağım, çox video çəkim. Çox. Məni motivasiya verin. Bye.